Yeşaya 61-ci fəsil. Rəbbin lütf ili. Xudavənd Rəbbin ruhu üzərimdədir. Çünki fəqirlərə müjdəni bildirmək üçün o məni məhs elədi. Qəlbi sınıq olanlar üçün, yaralarını sarımaq üçün, əsirlərə azadlıq, dustaqlara sərbəstlik elan eləmək üçün, Rəbbin lütf ilini, Allahımızın qisas gününü bəyan eləmək üçün, yaslıların hamısına təsəlli vermək üçün, Siyonda yas tutanları təmin eləmək, kül yerinə çələng, yas yerinə sevinc gətirən məhs yağı, kədərli ruh əvəzinə həmd libasını bəxş eləmək üçün Rəbb məni göndərdi. Rəbbin şöhrətini aşkar eləmək üçün onlara Rəbbin əkdiyi salihliyi palıdları deyiləcək. Onlar qədim dağıntıları inşa eləyəcək, əvvəlki xarabalıqları bərpa eləyəcək. Nəsillər boyu viranə qalmış şəhərləri yenidən quracaq. Yadillilər gəlib sürülərinizi otaracaq. Əcnəbilər sizə əkinçilik və bağbanlıq eləyəcək. Sizsə Rəbbin kahinləri, Allahımızın xidmətçiləri adlanacaqsınız. Millətlərin sərvəti ilə bəslənəcəksiniz, var dövlətləri ilə fəxr eləyəcəksiniz. Çəkdiyiniz xəcalət yerinə 2 qat şərəf, rüsvayçılıq əvəzinə payınıza alıb sevinəcəksiniz. İndi isə torpağınızda 2 qat mülk alacaqsınız. Sevinciniz əbədi olacaq. Çünki mən Rəbb ədaləti sevirəm. Soyğunçuluğa, haqsızlığa nifrət eləyirəm. Əlbəttə, əməllərinə görə onlara haqqını verəcəyəm. Onlarla əbədi əhd kəsəcəyəm. Nəsillərindən törəyənlər millətlər içində, övladları xalqlar arasında tanınacaq. Onları görən hər kəs biləcək ki, Rəbb nəsillərinə xeyir-dua verdi. Rəbdə böyük sevinç tapacağam. Allahımda ürəyim şadlıqdan coşacaq. Çünki çələklə bəzənmiş bəy kimi, bərbəzək taxmış gəlin kimi mənə qurtuluş paltarı geyindirdi. Salihlik libası ilə bürüdü. Torpaq zoğlarını necə cücərdirsə, bağ əkilən toxumları necə yetişdirirsə, Xudavənd Rəbb də bütün millətlər qarşısında salihliyi və həmdi belə yetişdirəcək.